Hər vaxtınız xeyirli olsun. Dövlət İmtahan Mərkəzi tərəfindən belə bir rəsmi məlumat yayılıb ki, ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr kimlər ki, ödənişli qəbul olub, onların bir qismi ödənişsiz təhsil alacaq. Bu, ictimaiyyətdə biraz fərqli fikir formalaşdırır. Ümumiyyətlə, proses belədir ki, yerləşdirmə nəticəsində əgər pulsuz plan yerlərinə boş yerlər qalıbsa və tələbə qəbulu həyata keçirilməyibsə, o zaman pullu qəbul olunanların bir qismi ora yerləşdiriləcək. Məsələn, tutalım siz cihaz mühəndisliyinə hər hansı bir universitetdə pulsuza verilib 20 yer, pulla da verilib 20 yer və pulsuz 20 yerin 18-i tutulub, ikisi boş qalıb. Belə olan halda pulluda təhsil alan və balı yüksək olan həmin ixtisas üzrə ən çox 2 tələbə pulsuza yerləşdiriləcək. Bu yaxınlarda magistraturada da bu hal baş verdi. 804 tələbə boş dövlət sifarişi yerlər qaldığı üçün ora yerləşdirildi. Bununla bağlı müvafiq ali təhsil müəssisəsinə siyahı göndərilib. Həmçinin tələbələr Dövlət İmtahan Mərkəzinə qeyddən keçərkən daxil etdiyi mobil nömrələrinə də SMS vasitəsilə bildiriş gəlir. Bu, hər il təkrarlanır. Əslində, dövlətin humanist bir addımıdır. Yəni, normalda tələbə ixtisas seçimi eləyib, yanlış kodlaşma nəticəsində pulluğa daxil olub, amma pulsuzda plan yeri qaldığı üçün dövlət onlara şans yaradır ki, siz yanlış kodlaşma eləsəniz də sizi pulsuza biz daxil edirik və sizin universitet ödədiyiniz ödəniş geri qayıdır. Demək, proses necə oldu? Sadə bir formada. Yəni, hər hansı bir ixtisas üzrə, oxuduğunuz ixtisas üzrə pulsuz ayrılıbsa 20 plan yeri və orada boş yerlər qalıbsa, pulluda təhsil alan həmin ixtisas üzrə ən çox neçə yer boş qalıbsa, o qədər tələbə pulsuza keçirilir. Bu, subbakalavrlara da aiddir. Yəni, dediyim kimi, bu dövlətin humanist bir addımıdır. Bura əsasən əhatə eləyəcək platforma, yəni birinci, ikinci, üçüncü, dördüncü qruplar, beşinci qruplar, həmçinin subbakalavrlar da bu siyahıya daxildir. Bu qədər.